Azerbaycan əskəri, dayanma get irəli. Şuşa, Füzuli, Ağdamı, Laçını, Kəlbəcəri qaytar geri. Zəngilanı, Qubatlını, Cəbrayılı, Xocalını qaytar geri. Unutma, şəhidlər ölməz, doğma vətən bölünməz. Bir kere yükselen bayraq bir daha enmez. Unutma, şehitler ölmez, doğma vətən bölünmez. Bir kere yükselen bayraq bir daha inmez. Əziz tamaşaçılarımız, biz Space Televiziyası Qarabağ Azərbaycandır proqramı olaraq bugün Mingəçevirdəyik. Bəli, bugün biz təkcə Rüstəmimizin deyil, cəmi şəhidlərimizin Mingəçevirdən olan və Qarabağ torpaqları uğrunda canından keçən oğullarımızın ruhuna salam verməyə gəldik. Rüstəmimizin anası buradadır. Digər qəhrəman oğullarımızın, şəhidlərimizin anaları buradadır. Hər birinin əllərindən öpürük. Ana, gör bugün sizin görüşünüzə nə qədər qonaq gəlib. Bakıdan gələnlər, Gəncədən gələnlər, Mingəçevirin bütün qəhrəman anaları buradadır. Çox sağ olun. Allah da çox sağ olsun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Mən Həsənov Nəhayət, Həsənov Tural, Həsənov Musanın anasıyam. Mən 44 günlük müharibədə 2 şəhid vermişəm. Mən evlatlarımla fəxr edirəm ki, elə bir evlatların anasıyam, elə bir oğullarım olubdur. 2 evladım, ikisi də şəhiddir, başqa evladımız da yoxdur. Allah sizi qorusun ana. Sağ olun. Allah sizi qorusun. Azərbaycanımızın bir neçə rayonunda biz belə qəhrəman analarla görüşmüşük. Mən buradan Ziba ananı da salamlayıram. Ziba ananı da yəqin ki tanıyırsınız. Masallıdan olan bizim Nurlanımızın, intiqamımızın anası. Bir ananın 2 oğlunu Qarabağ torpaqları uğruna şəhid verməyi, bu belə deyim də, nə bilim, söz tapmıram deməyə. Sözlər çox acizdir sizin yanınızda. Allah sizin kimi anaları var eləsin. Sizin kimi anaların oğullarının sayəsində bugün 3 rəngli bayrağımız Qarabağda dalğalanır. Mən Əlibəyli Mikailin anasıyam. Mən oğlumla fəxr eləyirəm. Mənim evladım Azərbaycanda gedən Vətən müharibəsinin iştirakçısı olub. Yəni qəhrəman olub, igid oğlanlardan biri olub. Azərbaycan torpaqlarının alınmasında Ağdərə istiqamətində gedən müharibədə şəhid olub. Allah bütün şəhid ailələrinə səbir versin. Amin, amin. Bütün analara dözüm versin. Siz də xoş gəlmisiniz. Can! Mən Seyidov Şahmarın anasıyam. Mənim oğlum hərbiçi idi. Hərbiçi idi. 40 gün təlimlərdə çox əziyyətlər çəkdilər. Allah nə deyim, analara çoxlu səbir versin, şəhidlərimizin yeri cənnət olsun. Mən də 44 günlük Vətən müharibəsinin şəhidi, Şuşada şəhid olan Təbriz Cüməlzadənin anasıyam, Rəhimli Orxanın da xalasıyam. İkisi eyni gündə şəhid olub. Allah cəmi şəhidlərimizin ruh... Xalı oğlu eyni gündə şəhid. Bəli, eyni gündə noyabrın 8-ci günü zəfəri yaşadıb Azərbaycana. Həmişə deyirdi ki, danışandakı atası ilə danışırdı. Bizlə danışırdı ki, narahat olmuyor, məni vura bilmirlər, qayıdıb gələcəm, amma gələ bilmədi. Amma Azərbaycanımıza bu zəfəri yaşatdı və evladımla da qürur duyuram. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bugün biz Rüstəm balamızın mövluduna, il dönümünə yığışmışıq. Allah Rüstəm balamızın ruhunu şad eləsin. Aynur bacıma Allah səbir diləyirəm. Sizə də can sağlığı, xoş gəlmisiniz. Mingəçevirə gəlib bizim də qonağımız ola bilərsiniz. Can, gözəl olun. Suqovuşan uğrunda şəhid olubdur. Allah bütün analara səbir, dözüm versin. Çox sağ olun, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Allah sizi qorusun. Çox sağ olun. Bir də deyin şəhidimizin adını. İsmailov Vüqar Eldaroğlu.
Əskərdir. Bəli, yox, çağırışla gedibdi. 21-dən çağırışla gedib 2 evladı var. Bir qızı, bir oğlu var. Amma adına biz vətən deyirdik. Çünki o müharibə vaxtı anadan olmuşdu. O qaynanam onun adını vətən qoymuşdu. Yəni biz onu vətən deyinə bilirdik. Təbii qadını çağırmırdıq. Ancaq vətən. Vətən deyirdik. Vətən, ancaq vətən deyirdik. Vətən uğrunda. Vətən uğrunda Anadan olub vətən uğrunda da getdi. Bakıda da bir qazimiz var, adı Vətəndir. Varsa şəhid də var, adı vətən. İsmail Vüqar, bir dənə ataların adı ayrıdır. Allah sizi qorusun. Çox sağ ol. Mən şəhid Elmar İbrahimovun anasıyam. Elmar nə hərbiçidir, nə çağırıcı. 22 yaş, evin yeganə övladı. Atası da çoxdan rəhmətə gedib. Mənim 67 yaşım var. Mən tək ana yaşayıram. Mənim oğlum bəli, nə hərbiçi idi, nə çağırıcı, sadə bərbər idi. Anaya deməmiş. Burada Atik var, Gülüş doktorun oğlu. O ikisi könüllü gedib, analar bilməyib, axşam Zəfərovlar buradayıq. İkisi də su qoşanda şəhid olub. İndi yenə də mən məğruram. Biz ağlasaq cəmaatın içində düşmən sevinir, dost kədərlənir. Allah bütün şəhidlərə rəhmət, yerləri cənnət, məqamları uca. İstəyirəm müharibə olmaya, dünyada sülh istəyirəm. Sülh. Sağ olun, təşəkkür. Can, can anam. Əsəbiyəm biraz. Can anam, qurban olaram sizə. Mən İsmailov Eldar İsoğlu şəhər, Mingəçevir şəhər sakiniyəm və özüm 1-ci Qarabağ döyüşçüsü olmuşam. 5 il müharibədə olmuşam. 2-ci qrup əliləm. Və oğlum İsmailov Vüqar Eldar oğlu könüllü və şəhid olub. 44 günlük şəhididir. 2 evladı var. Hansı istiqamətdə döyüşüb? Su qovuşanda. Su qovuşanda. Mən onu döyüş vaxtında gəlib özüm tapmışdım. Yəni onun sümrələri yadımdadır. Bugünkü gündə sizin çox sağ olun, dəyər verdiyiniz üçün bizim şəhid ailələrinə. Ümumiyyətlə Mingəçevirin özü gözəl bir şəhərdir. İşıqlı bir şəhərdir. Bəli. Mən dünyanın 1/3 ölkəsini gəzmişəm musiqi ilə bağlı. Amma Mingəçevir şəhərinə qayıtmışam. Çox sevdiyim bir şəhərdir və Mingəçevir şəhərinin başçısı İlham İsmailov da bu şəhərdə böyüdüyü üçün şəhərə çox böyük dəyər verir. Yaxşı parklar salır, yaxşı təmizlik işləri bütün şəhərimizdə. Vətən müharibəsində də Mingəçevir igidləri canfəşanlıqla, könüllü olaraq çoxları iştirak edir. Və şəhid ailələrinə çox yaxşı dəyər verilir. İndi bugünkü gün mən özüm çox özümə qürur duyuram ki, mən Azərbaycan Respublikasının sakiniyəm və bizim Ali Baş Komandanımız İlham Əliyev bu torpağı alan yer üzündə illər boyu 3 sərkərdə olub. Onun biri İlham Əliyevdir. Torpağı alan hamısı torpağı verir. Bəli. Amma bizim Allah rəhmət eləsin ulu öndərimiz Heydər Əliyevə mən müharibədən buraxılanda 95-ci il noyabr ayının 12-sində əmrlə buraxılmışam. 30-35 yaş arası Heydər Əliyev bizi əmrlə evimizə buraxıb. Yəni biz orada başqa əziyyətlər çəkməmişik. Əmrlə bizə qanuni şəkildə veteranlıq verilib. Mən o veteranlıqda çalışmışam. Yəni bugünkü gün elə Azərbaycan Respublikasının torpaqları bütöv olduğunu sevirəm. Yəni mənə başqa heç nə, həyatda insana nə lazımdırsa dəyər verirlər də. Bugünkü gün Azərbaycanda da. Oğlunuzu da yəqin ki, o eşqlə, o vətən sevgisi ilə böyütmüşsünüz ki, sizin o yarıda qalan oğlum könüllü getdi, oğlumun yanında dostu da getmişdi. Hər kişi şəhid olub. Məsələn, Hüseyin şəhid olub, 3-cü şəhiddir. 44 günlüyün üçün mənim oğlum 16-cı şəhiddir. Mən əziyyəti çəkirəm, yəni bugünkü gün onun evlatları üçün evini tikirəm. Heç kimə ehtiyacım yoxdur. Yəni bugünkü gün sizi qorusun, sizin kimi məğrur şəhid atalarını qorusun. Özüm evlərini tikirəm və bu gün çox sevindim. Mən də bugünkü şəhidimiz atasız, ana özü çox əziyyət çəkmiş bir anadır. Yəni hamımız onun evladına dəyər veririk, özünə dəyər veririk, ailə hamımızın balasıdır. Bir dənə də şeir deyim, o şeiri canlandırarsınız. Zalım əcəli ilə insafsızdır ki, əlaşsız, köməksiz olana baxmır. Arzusu gözündə, sözü qəlbində, məhləsi yarımçı qalana baxmır. Heç kimə çarə tapmadı Loğman, apara bilmədi valın Süleyman. Əcəl gələn vaxtı heç nəyə insan gözləri boşalıb dolana baxmır. İdris ölüm haqçı sən yaranmamış, yetiş mənzilə çatsan qocalmamış, zavallıq vaxtında muraz almamış, arzusu gözündə qalana baxmır. Çox sağ olun, çox minnətdaram və Qurban kişi də
antiterror şəhidinin atasıdır. Dəyərli bir ağsaqqalımızdır. Sağ ol. Allah sizi qorusun. Çox sağ olun. Antiterror Xanım şəhidi. Hə, Tağıyev Qurbanov, Tağzadə Cahangirin atası antiterror şəhidi. Yəni Mingəçeviri ən axırıncı şəhid mənim evladım gəlib. O bir evladım da üzr istəyirəm 2023 özü də hərbi dəniz qüvvələrində qulluq eləyib. Sonra o bir evladım da Ucarda işləyir. Tokvurma nəticəsində 7 ay ondan sonra dünyasını dəyişib. İkisi də elə burada şəhidlər. Sağ olsun buranın başçısı da. Yəni dəyər verir, həmişə gəlirlər, axtarırlar. Sizi kimi insanlar da sağ olun, gəlirsiniz, çəkiliş edirsiniz. Var olsun Azərbaycan, sağ olsun. Çox sağ olun, təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Allah sizə Sağ olun. Allah sizlərdən razı olsun ki, bizim gözəl ziyarətə gəldiniz. Həqiqətən də mənim könlüm xoş oldu. İmran mənə zəng vurub deyəndə ki, sizlər Qarabağ, Azərbaycan bizim məkana gəlirlər. Sizin şəhərə. Bəli. Sizin şəhər deyil, bizim şəhər. Yox, şəhərin fərqi yoxdur. Hər bir yer bizimdir. Bütün şəhidlər bizim qardaşımızdır. Biz onların artıq demək olar ki, mən 9 ildir aprel döyüşlərindən mən onların bacısıyam, evlatlarıyam. Hər zaman da ölüncə onların yanında olacağam. Allah sizlərdən razı olsun. Cənab Prezidentə çox təşəkkür eləyirəm. Bizim şəhidlərimiz, mübarək oğullarımız Azərbaycan xalqını bax beləcə dəmir yumruq etdilər. Azərbaycan xalqını birləşdirdilər və biz nəhayət ki, antiterror əməliyyatında Azərbaycan xalqının suverenliyini bərpa etdik. Şəhidlərimizin qanı bahasına, qazilərimizin qanı bahasına, canı bahasına Azərbaycan bütöv oldu. Var olsun bizim üç rəngli bayrağımız. Şəhidlik hər adama nəsib olmur. Mənim qazi qardaşlarımın vətən üçün əziyyət çəkən, o yaralanıb, yaralanmayıb sağ qalanlar üçün o müqəddəs uca olan şəhid qardaşlarımızın yanında olması üçün axirətdə cənnətin bir qapısı bizlərin üzünə açıqdır. Allah bunu bizə nəsib eləyib ki, o çiyin-çiyinə döyüşən qardaşlarımızı bizdən uzaq salmayıb. Mənim əziz analarım, inanın mən bunları görürəm və bunların ruhu ilə yaşayıram. Ana, həmişə başınızı uca tutun. Çox fikir eləməyin, çox daxilən əziyyət çəkməyin, onlar narahat olur. Onlar sağdır, onlar müqəddəsdir, ucadır. Səhv etmirəmsə, burada bir-birinizi tapdınız bugün. Bəli. Necə xatırladınız? Demək, müharibə başladı. Müharibə başlayandan... Görəndə nə yadınıza düşdü? Müharibə başlayanda mən bu əmini orada görmüşdüm. Mən baxanda dedim, bu mənə tanış gəlir. Həmən yaddaş mənə imkan vermir də fikirləşə daha ki. İndi dedim ki, əmin sən öyle olmamsan ki, həkim. Dedi ki, bəli, olmuşam. Dedim, əmin ev oğlu da olmamsan ki, dedi, bəli, olmuşam. Allah razı olsun, maşallah olsun. Mən tək belə qardaşım yox, inan bütün ziyarətgahlarda olanda çoxlu, bax belənci yaralılar, onlar məni tanıyır. Mən tək, bunlar çox. Mən çox şad oluram ki, mən neysə yaralılarımız üçün, əskərlərimiz üçün belə həmişə canımı vermişəm. Allah sizi qorusun. Şükür, Allah sizi də qorusun. Sağ olun. Siz müharibədən belə yaralanmışsınız. Bəli. Harda yaralanmışsınız? Mən Türkü dərəsində yaralanmışam, oktyabrın 14-də. Top mərmisindən. Qırat mərmisi gəldi, düşdü yanıma. Allah sizi qorusun. Sağ Bu olun. oğulların canı qanı bahasına biz Qarabağ torpaqlarını almışıq, əziz tamaşaçılarımız. Bu oğullarımızın haqqı heç vaxt ödəyə bilmərik. Bir ömür boyu sizə borcluyuz. Bu dəqiqədə Ali Baş Komandamız yenə də əmr versə də, mən bu halda olsam da belə, son damla qanımı vermək şərtindən mən yenə də hazıram. Mən buna inanıram. Çünki biz o günləri görmüşük. Daha qorxu hürkü bizim üçün heç nədir. Görmüşük. Bax, burada yatan qardaşlarımız, bu qardaşlarımızın qarşısında biz heç nə eləməmişik. Mən bunu düşünürəm. Çünki bu qanlarından, canlarından olublarsa da bizim üçün olublar. Bugünkü gündə biz yaşayırıqsa, bunlar üçün yaşayırıq. Düzdür. Siz də canlı şəhidsiz. Bax, anam deyir. Bəli.
Deyir ki, siz də canlı Canlı şəhidsizəm. Elə demə. Mən 2 evlad vermişəm. Sizlərə baxanda mən həqiqətən pis oluram ki, bunlar gör gözünün qabağından nələr keçib, nələri görmüsünüz. Siz də bizim canlı şəhidlərimizsiniz. Sağ olun. Və siz də hər biriniz bizim qürur yerimizsiniz. Bizim şəhidlərimizin əmanətləri və qazilərimiz. Mən həmişə də demişəm, yenə də deyirəm, şəhid analarımız bugünkü günündə tək deyirlər. Onlar fikirləşməsinlər ki, biz evladlarımızı vətən uğrunda tapşırmışıq, amma biz varıq. Onların arxasında yenə də biz varıq. Var olun. Bəli, Allah sizi biz varıq. Şəhidimiz Niyazi İskəndərov. Bəli, bəli. Can, xoş gəlibsiniz, səfa gətiribsiniz. Sağ olun ki, şəhid analarını, şəhid atalarını axtarırsınız. Sağ olun. Allah köməyinizdə dursun. Birinci elə onu deyim ki, mən həm də şəhid bacısıyam. 93-cü ildə qardaşım Hacıyev Əzim şəhid olub. 93. İtkin düşüb, heç tapmamışıq da, heç onun məzarı da yoxdur. İndi isə 44 günlükdə mənim balam, hələ onu əvvəldən deyim ki, balam çox yaralanıb. 2015-ci ildə bir dəfə yaralandı. 3 ay Papalin hospitalında özüm əllərimlə ona qulluq eləyib sağaltdım. Sağaltdım, hərbiyə yenə davam elədi. Hərbiyə davam elədi. Bir ay olardı ki, yaralanıb, müalicə olub, yəni çıxmışdı. Aprel döyüşlərinə yenə davam elədi. Aprel döyüşlərində qazi oldu. Qazi oldu, onu çıxartdılar pensiyaya. Dedim, mən axıra kimi davam eləyəcəm. Həmişə bir vətən haqda nəsə deyəndə deyirdi, ana vətən sağ olsun. Həmişə elə deyirdi, and olsun Allaha. Deyirdim, oğul, bilirsən ki, mən həm də şəhid bacısıyam. Müharibə şəraitidir, özündən müğayət ol deyən kimi deyirdi, ana vətən sağ olsun. Allaha and olsun, bax. Nəysə, çıxmadı. Aprel döyüşlərində qazi oldu, yenə çıxmadı. 44 günlükdə sentyabrın 30-u günü onu Mingəçevirə yaralı gətirdilər. 30-u günü, sentyabrın 30-u günü. 30-u günü bizdən xəlvət, mən bax, həmin xəstəxananın həyətində səhərdən gəlib, axşama qədər həyətdə oturdum. Oğul, haranla yaralı, gəz görüm, gəzə bilirsənmi, nə tərsən, əlin ayağınsa, ana sağam, narahat olma. Bizdən xəlvət axşam saat 8 idi, 7 idi, nə idi, o yenə avtobusa minib çıxıb xəstəxananın arxa qapısından. Sonra bizə dedilər, dağılın da, yaralılar dincəlsin. Heç demə, mənim oğlum arxa qapıdan avtobusa minib gedib. Gedib, oktyabrın 3-cü günü gecə bizə zəng elədi. Mingəçevirə raket atılan vaxtı. Həmin günü, yox, oktyabrın 4-cü günü Mingəçevirə raket atılıb. Gecə saat 12-də and olsun Allaha, balam zəng elədi. Ana, nə tərsiniz dedim, yox, tap görüm hardayam. Hardayam, and olsun Allaha, bax elə. Dedim, başına dönürəm, ay oğul, mən nə bilim hardasan, neçə gün əlaqəz, hardasan de. Dedi, ana, narahat, elə sevinir, inan, Quran haqqı telefonda sevindiyindən danışa bilmir. Dedim, oğul, sən özündə görüm, hardasan, ağrın alım, ay oğul, başına dönüm, bir dənə onu istəyirəm ki, özünüzdən müayət olun. Ana, su qovşağını aldıq. Deyəndə mən ağladım. Allah haqqı, ağladım, özümü saxlaya bilmədim. Dedim, amma ağlamayı, sevin. Biz su qovşağını almışıq. Yenə dedim, oğul, başına dönərəm. Bayrağımızı sancmışıq. And olsun o bir Allaha, elə də dedim. Dedim, valla, yenə özünüzdən müayət olun. Neysə. Dedim, iki telefonu var idi, 2 nömrəsi. Dedim, oğul, atan səhər bunların ikisinə də kontur yükləyəcək. Bizlə tez-tez əlaqə saxla. Dedi, ana, narahat olma. Yaxşı. Səhər durdu, qəşəng konturlarını yüklədi. Mən elə bil ki, abeddən qabaq idi. Zəng elədim ki, görüm, kontur yükləndi daha telefonuna. Dedi ki, xət məşğuldur. And olsun Allah, bax, belə də olur ha. Xət məşğuldur. Nəysə dedim, eybi yoxdur. Abeddən sonra yığaram. Görüm nə tərdi vəziyyət. Abeddən sonra yığdım, balama zəy çatmadı. Unutma şəhidlər ölməz, doğma vətən bölünməz. Bir kərə yüksələn bayraq, bir daha enməz.
Vətən igidlərinlə əyilməz başın, müqəddəsdir oğluna torpağın daşın. Dillərdə dastan olmusan, ölməzliyə ucalmısan, Allaha əmanət ol şəhid qardaşım. Dillərdə dastan olmusan, ölməzliyə ucalmısan, Allaha əmanət ol şəhid qardaşım. Şəhidlərimizin, müqəddəs oğullarımızın sırasında bir tibb işçisini də gördük. Bəli, doğrudan da Azərbaycan tibb işçiləri, Azərbaycan həkimləri Vətən müharibəsində ümumilikdə bu 30 il boyunca çox böyük fədakarlıq göstərdilər. Bax, onlardan biri də 2020-ci ildə oktyabr ayının 25-də şəhadətə ucalmış Tərxan Zabit oğlu Qurbanovdur. Tibb işçisi, Mingəçevir sakini. Çox sağ olun. Bayaqdan elə bütün şəhid qardaşlarımızın hamısıyla bir tanış olursunuz və mən də özümə boş bildim. Mənim bax bu gördüyünüz Tağıyev Pərviz qardaşımız özü idmançı idi, özü xüsusi təyinatının hərbiçisi idi və biz bir bölükdə olmuşuq. Bir bölükdə olmuşuq. Hər zaman istəyir travesi olsun, yürüyüş vaxtı, istəyir döyüş vaxtı. Həqiqətən də çox aktiv bir qardaşımız idi. Bütün günü demək olar ki, idmana həsr eləyirdi. Yaxşı idmançı idi, yaxşı döyüşçü idi, yaxşı hərbiçi idi və mən buradan atasını gördüm və şad oldum. Yəni atasına, anasına Allah Taaladan səbir arzu edirəm. Həqiqətən də Ağzəkət zonasında, Ağdərə istiqamətində qəhrəmancasına döyüşərək şəhid oldu. Allah Pərviz qardaşımızın və cəmi şəhidlərimizin hər birinin məqamını eyləsin. Çox sağ olun. Kimdir O da mənim kimi tənha yaşır, amma ayrı var. Cahangir. Cahangir. Şəhidimizi ziyarət edir. Hə, onu çəkib anasına göndərim. Bir sözünüzü iki eləyərik. Gəl sənə qurban olaram, gəl. Mən sənə qurban, mən sənə qurban. Oğlanları görürsən, gör nə yaraşıqlıdırlar. Hamısı nur üzdü. Ağıllı. Evdə 5 dənə uşaq varsa, ikinin ən ağıllısı şəhid olur. Şəhid olan. Tabii bax. Bu gördüyü atasıdır. Məkanı cənnət olsun oğlumuzun. 2023 antiterror şəhidimiz. Antiterror şəhidi Əliyev Cavidin atasıyam mən də. Allah sizlərdən razı olsun ki, gəlib yad eləyirsiniz. Şəhidlərimizi çəkirsiniz, xalqımıza göstərirsiniz. Çox sağ olun. Allah razı olsun. Siz sağ olun əziz qardaş. Bizim antiterror şəhidlərimiz, Cavid kimi oğullarımız Azərbaycanın suverenliyini bərpa etdilər. Azərbaycanımızın sərhədlərini bütövləşdirdilər. Nəhayət ki, bayrağımız Xankəndində ucaldı. Bəli, çox biz də elə ona görə qürurluyuq. Düzdür, balalarımızı itirmişik, amma xalqımız sağ olsun. Nə deyim Allah? Vətən sağ olsun. Vətən sağ olsun. Allah sizləri qorusun. Minnətdaram. Bax, burada gördüyünüz, bax bu igid oğullarımızın hər birinin simasına baxın. Ana deyir ki, baxın, hər birinin simasında bir nur var. Çünki elə onlar nurdan yoğrulmuşlardı, seçilmişlərdi. Bizim Gökhan qardaşımızın bir epizodun bir vəziyyətini deyim. Demək, Xankəndi əməliyyatı zamanı qardaşımız Ağdərədə Sırxəvəz istiqamətində qəhrəmancasına şəhid olub. Yəni 6 ay əsgəri idi. Demək, biz bir 15-20 nəfər qazi ilə biz Ağdam istiqamətinə getdik ki, təxliyəmi, ya nə bilim təminata mı, nəsə kömək etməyə. Dedilər ki, ordumuz yetər, sağ olun. Biz durmuşduq Ağdamın birinci postunda. Bizim Gökhanımızın atası İlqar əmi gəldi və qardaşı ilə bir yerdə, Valeh ilə bir yerdə və orada ilk qardaşım şəhid olub, oğlun şəhid olub bizim yanımızda. Bizim qazi Şirinov Ramin də yanımızdaydı. Biz 20-yə yaxın qazi orada hamı formada və mən bunların o ata-balanın oradakı çəkdiyi fəryadı, oradakı etdiyi heç bir ataya, anıya mən arzu eləmərəm. Nə qədər desək ki, Nurana xanım, şəhidlər bizim baş tacımızdır, şəhidlər qürur mənbəyimizdir. Amma biz onu o ataların, anaların qəlbi ilə, ürəyi ilə, gözü ilə də baxaq ki, və ondan sonra sağ olsunlar İlqar əmigil məni özünə övlad kimi qəbul ediblər. Mən də onları özümə əzizim kimi bir əmim, daim kimi bir qardaşım kimi, bəyək qərib qardaşı buradaydı. Anamıza, atamıza Allah Taaladan səbir arzu edirəm. 6 ay əsgəri idi. Qusar istiqamətindən gəlmişdi, orada gəldi Sırxəvəz zonasında istiqamətində. Bəli, bəli. Allah hər bir məqamımızı eləsin. Şəhidlər Xiyabanında
bir mübarək şəhidimiz də var. Cahangir Qurbanoğlu Tağzadə. 2023-cü ildə antiterror əməliyyatında şəhid olub bizim qəhrəman şəhidimiz. Analarımızın arzusudur ki, sizin komandanızla Mingəçevir şəhid ailələri olaraq hər birimiz yığılağın, gedəyin Laçın, bəli, gedəyin Qarabağa. Allah qoysun. Qarabağ Azərbaycanın Laçında deyəyin, Kəlbəcərdə deyəyin inşallah. Çox arzular var. Mən Nəcətli Oruc Rövşən oğlunun anasıyam. Aslı basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda sönmüş şəhid həvəsi var. Bir ata övladından el oğluna döndünüz. Kim deyər ki öldünüz, kim deyər ki söndünüz. Gələcək nəsillərə yetəcəkdir ününüz. Siz bugün də, sabah da əsrlərlə sağsınız. Bu yurdun sinəsində vüqarsınız, dağsınız. Hünər cəsarəti ilə, Şafinin qüdrəti ilə, gücü ilə, qüvvəti ilə ad qazanan şəhidim. Qurban olum yavaş gəzin, o dağlarda, o daşlarda, qara şallı bir ananın dağlar boyda yarası var. Qəhrəman igidlər silahını aldı, nədəsi düşmənin bağrını yardı, 44 gün sürdü, tarix yazdı, tarix yazanlar oldular şəhid. Mingəçevir şəhərindəyik. Şəhidlər xiyabanındayıq. Allah bütün şəhidlərimizin yeri cənnətli olsun. Amin. Amin. Biz əziz tamaşaçılarımız Mingəçevir şəhərindəyik. Mingəçevir şəhərində ətrafdan, Gəncədən, Yevlaxdan gələn bizim şəhid valideynlərimiz var, qazilərimiz var. Allah onların hər birinə can sağlığı versin. Təşəkkürümüzü bildiririk. Biz hər dəfə mübarək şəhidlərimizin adını anıb bir yerə toplaşanda ətraf rayonlardan gələn insanları da görəndə sözün əsl mənasında cənab prezidentin, Ali Baş Komandanın dediyi dəmir yumruğu gözlərimizlə görürük. Bax, bizim dəmir yumruğumuz budur. İnsanlarımızın bir yerə toplaşmağı. Gəncə şəhərindən gəlmişəm. Şəhid verdiyim Niyadın atasıyam. Allah bütün şəhidlərimizə sən rəhmət eləsin, yerlər cənnətli olsun. Bütün ailələrə, şəhid ailələrin hamısına səbir versin. Allah sizi qorusun. Harda döyüşüb qardaşımız? Laçında. Laçın şəhərində, bəli. Laçın şəhərində 22-də sentyabrın 12-13-cü döyüşlərdə şəhid olub 81 nəfər. O döyüşlərdə 7-8 dənə post alıblar. Axırıncı postda şəhid olub. Hərbiçidir. 8 ayın əskəri idi, 19 yaş tamam olmadı. 8 ayın əskəri. Bəli. Məkanı cənnət. Allah Qəhrəman bir canı oğul sağ döyüşmüsünüz. Allah canı. 19 yaşlı bir igid, 19 yaşlı bir cəngavər. Bax elə bizim Qarabağ torpaqlarımızı alan, o irəli atılan, qorxmadan irəliyə gedən, komandirlərin hətta belə deyim, əmrlərini yerinə yetirməyən ki, irəli getmə, amma yox, biz canımızı verəcəyik, amma Qarabağı alacağıq. Bax o 19-20 yaşında bizim cəngavərlərimiz idi. Rüstəmi adıyla sinifimiz anar, hər şəhər içimiz qürurla dolar. Biz bu ada layiq yaşarıq Rüstəm. Partaların üstündə sənin nəfəsin, hər addım içimiz qürurun səsi. Məktəbin yolları əmanət kimi sənin yaşadırıq kəcün ey Rüstəm. Bura Mingəçevirdir, Mingəçevirin ziyarətgahıdır. Yolunuz Mingəçevirdən keçəndə mütləq bu ziyarətgaha baş çəkin. Bu oğulları yad edin, çünki o oğullar bizim üçün, sizin üçün, mənim üçün, bizim övladlarımız üçün canlarından keçdilər. Azərbaycan üçün canlarından keçdilər. Əziz tamaşaçılarımız, biz Mingəçevirdəyik. Bax, bu gördüyünüz küçə bizim müqəddəs şəhidimiz Rüstəm Məmmədovun adını daşıyan küçədir. Bizim qəhrəman oğlumuz. Məmmədov Rüstəm qardaşımız bir bacı, bir qardaş olublar. Çox zəhmətkeş olub. Özü müddətdən artıq hərbi qulluqçu olubdur. Suqovuşan istiqamətində də döyüşərək qəhrəmancasına şəhid olub və bayraq ordeni ilə təqdim olunubdur, təltif olunubdur və medallarla, Suqovuşanın azad olunması ilə, müharibə iştirakçı medalı ilə çox zəhmətkeş bir qardaşımız olubdur. Allah atasına qəni-qəni rəhmət eləsin, atası dünyasını dəyişib. Bir bacısı var, Allah bacısına, anasına səbir versin və bu günlərində biz hər birimiz deyirik ki, şəhid evləri bizim üçün ziyarətgahdır, müqəddəs bir yerdir və biz də özümüzə boş bildik, sizin sayənizdə böyük anamızın əlindən öpüb halallıq alacaq. Bəli. Demək, burada əziz tamaşaçılarımız, Mingəçevir
digər qaziləri ilə bərabər həm də Gəncə qaziləri var. Bax, bu oğullarımızın böyük əksəriyyəti Gəncədən bugün Mingəçevirə gəlib ki, Mingəçevirdə şəhid qardaşımız Rüstəmin anasının əlini öpsünlər. Allah sizdən razı olsun, əziz qardaşlar. Bu birliyinizi necə ki, Vətən müharibəsində bu 30 il boyunca göstərdiniz, bugün də onu davam elətdirirsiniz. Borcumuzdur. Bəli, borcumuzdur. Vətən sağ olsun, borcumuzdur. Rayonlara hər zaman bir yerdə hər birimiz aktiv olaraq şəhid məclislərinə, illərinə, mövludlarına gedirik. Hətta şəhid əzizləri, atası, anası rəhmətə gedəndə də onların da yerinə kollektiv olaraq rayonundan asılı olmayaraq bəli gedirik ki, yəni o ağırlı, acılı insanların az da olsa yanında olaq, təsəlli verək. Biz müqəddəs şəhidlər xiyabanını ziyarət etdik. Qardaşlarımızın hər birinin qarşısında dayanıb ruhlarına salam verdik. Allah onların məkanını ucadan da uca etsin. Bizim necə ki başımızı uca etdilər. Azərbaycanın başını uca etdilər. Bayrağımızı Xan kəndinə sancdılar. 30 il bizim analarımız, atalarımız bu yolu gözlədi. Gözlədi ki, nəhayət ki Azərbaycan bu qələbəni qazanmalıdır və o oğulları bax bu analar, Rüstəmin anası kimi analar, burada bizim bir anamız 2 oğlunu, 2 gözünün ağı qarası balasını Qarabağ torpaqları uğruna qurban verən anamız, bu analar, bu qeyrətli Azərbaycan xanımları, Azərbaycan anaları oğullarını böyütdülər vətən sevgisi ilə ki, Qarabağı işğaldan azad etsinlər. Bizim onlara bir ömür boyu borcumuz var və sizin nə haqqınızdan çıxa bilmərik ana, nə borcunuzdan çıxa bilmərik. Bura, bu otaq Rüstəmin ziyarətgahıdır. Rüstəmin evidir. Rüstəmin ocağıdır. Yolunuz əgər Mingəçevirdən düşərsə, bilin ki, burada bir igid oğlun ziyarətgahı var. Biz hər zaman söyləyirik ki, bizim Məkkəmiz, Mədinəmiz, qibləmiz şəhidlərimizin evləridir. Bax, buradır. Bizim Kəbə evimiz buradır. Çox sağ olun Rana xanım. Bir daha biz bu cür müqəddəs bir yerdə olmaq özümüzlə həqiqətən bir qürurludur ki, bu cür qəhrəman ananın, siz dediyiniz kimi nəhayət ana bizim şəhid qardaşlarımız Turanla Musanın anasıdır, əllərindən öpürük. Biz bilirik ki, 7 hər iki oğul şəhid vermiş analarımız var. Onun ikisi məhz Nur şəhəri Mingəçevirdəndilər, Sevinc ana və Nəhayət ana. İnşallah onların da evini ziyarət eləyəcək. Hər birinin Allahdan səbir diləyirik. Və bayaq dediyim kimi qardaşımız özü kəşfiyyatçı olubdur. Özü evin tək oğlu olubdur, bir bacısı var, 3 onun balası var və onun balasının biri də bizim qardaşımızın adını daşıyır. Ana, Allah torpağı sana ömür versin. Dayısı kimi deyirik, oğul dayı yoxşayar, dayısı kimi layiqli övlad olsun. Bir daha mən gələn qardaşlarıma hər birinə minnətdarım bildirirəm ki, həqiqətən də bu günlərim Qarabağ Azərbaycan'da verilişində gəldilər, iştirak elədilər və bizim şəhidlərimizi ziyarət elədik. Mən bir həkim kimin qolum üstə o qədər şəhidlərimiz şəhid oldu. Çox əzab əziyyət çəkmişəm. Həkimlərin, döyüşdə olan həkimlərin işi ən ağır, ən çətin olub. Hamı özünü qoruyurdu. Amma həkim o çabalayan, çığıran yaralını qoyub qaça bilmirdi. Ya ölümüydü, ya qalım. Elə əziyyətli günlər görmüşəm. Mən bu şəhidlərimiz, inanın Allaha, mənə doğmadan doğmadı. Hər biri mənim evimin qonağıdır. Mən bu balalarımızı diri şəhid görürəm. Mən bunların o qədər əziyyətini çəkirəm. Mən də ümummilli liderimizin ilk sözlərindən, cümləsi ilə başlamaq istəyirəm. Hər bir insan üçün onun milli məsuliyyəti, onun qürur mənbəyidir.
Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Həqiqətən də biz fəxr edirik ki, Azərbaycanlıyıq. Yəni bizim o 92-də, yəni zəfərə gedən yolu biz açmışıq o cığırı və bizim qeyrətli oğullarımız nöqtəsini qoydular. Bu 2020-ci ilin 44 günlük Vətən müharibəsində nöqtəsini qoydular. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Və biz həqiqətən də qürur duyuruq ki, Azərbaycan bu cürünə qeyrətli oğulları yetişdirib. Rüstəm kimi qeyrətli oğulları yetişdirib. Həqiqətən fəxr olunasıdır ki, bu cürünə qeyrətli, qəhrəman oğullarımız var və Azərbaycan hər zaman güclü dövlət olaraq qalır, qalacaq da. Çünki başda duran Ali Baş Komandanımız var, bizim gənclərimiz var, qeyrətli oğullarımız, qızlarımız var. Yoldaşım olub. Bir yerdə xidmət eləmişik. Kurs vaxtından kəşfiyyatın kursunu bir yerdə keçmişik. Əzab-əziyyətli yollar keçmişik bir yerdə. Vətənin dar günündə gəlib kömək əlini uzadan kişilərdən biri idi. Onunla bir yerdə xidmət eləmək mənim üçün fəxr olub həmişə. Tək mənim yox, bizim bölük üçün, bizim kəşfiyyatın uşaqları üçün tanıyan, bilən bilir hamımızın xidmətini, hamı Rüstəmdən fəxr eləyir. Ağdərə istiqamətində gedən döyüşlər zamanı bizim iki xüsusi bölməmiz var idi. İki bölmə ayrılmışdı, iki qrup. Həmin iki qrup düşmən arxasında fəaliyyət üçün ayrılmışdı. Həmin postu düşmən mövqeyini keçəndə öz postumuza deyildik. Biz artıq düşmən mövqeyindəydik. Düşmən mövqeyinin postuna düşəndə Rüstəm başından yaralandı, şəhadətə uzaldı. Bizim hamımızın fəxrimizdir. Bizim hamımızın əzizimizdir. Böyük bir insan itirmişik. Ağır döyüşlər görmüş bir şəxsiyyət itirmişik. Kəşfiyyat bölüyü üçün də ağır bir yaradır. Çünki bizim qruplarda döyüşmək hər insana qismət də olmur, həm də ki, o daha böyük bir məsuliyyətlər götürmüşdü öz üstünə. Bizə qismət olmadı, çox təəssüf ki olmadı. Biz də istəyərdik. Böyük bir, uca bir zirvədir. Mən də salamlayıram hər kəsi və bu qoşa analarımızın əllərindən öpürəm. Mənim qardaşım Piriyev Malik Mənafoğlu, necə deyim, şəhid olmağı ilə bərabər bu qədər mənim üçün qardaşlar var həqiqətən yerdə. Allah bunlara dəyməsin, bunları görüb qürur hissi duyuram. Bayaq mən həm vurğuladığım kimi Azərbaycanın qeyrətli oğulları, qeyrətli oğullardan deməli burada gördüyünüz qazilərimizdən Ağayev Vasif topçumuz Şuşa şəhərinin qırmızı bazarı vuran, düşmənlərimiz darmadağın edən. Allah sizi var eləsin, əziz qardaşım. Allah sizi əski yetməsin, sizinlə qürur duyuruq. Növbəti qazimiz Taley qardaşımız Füzuli istiqamətində bir neçə saylı düşmənləri məhv edən cəsur döyüşçümüzdür, qəhrəman qazilərimizdən də biridir. Qazimiz Seyid Mirmurazdır. Yəni xeyli düşmənləri məhv edən şəxslərdən biridir. Allah sizi qorusun, əziz qardaşım. Bizim Miri Qazi qardaşımız, o da komandoda Murov istiqamətində iştirak edən, döyüşlərdə iştirak edən və bir xeyli düşmənləri məhv edən Murov Qartalı ləqəbli Mustafayev Şirxan qəhrəman qazimizdir. Bizdə hər zaman belə deyim də birinci qrup əli prezident təqaüdçüsüdür İlham. Hər zaman 44 günlük bu şəhidlərimiz gələndə şəhid ailələrin və digər qazilərimizin, veteranlarımızın hər bir zaman yanında olub. Hər bir zamanda bizlərə dəstək olub. İlham Babayevdir, təşəkkür edirəm ona. Hər bir zaman bizlərlə bərabərdir. Və yenə də sizlərin qarşınızda baş əyirik. Həqiqətən də o uşaqlar gülərüz döyüşə gediblər. And ol Allaha gülərüz döyüş. Mən özüm də təminat aparırdım, görürdüm. Talış istiqamətinə də aparmışam, Tapqara gölünə də aparmışam. Yəni orada o uşaqları görmüşəm, hansı ki gülərüz gedirdilər döyüşə. Bəli, amal nədir? Qəhrəman şəhidlərimizin, qazilərimizin, veteranlarımızın bir amalı var idi. Gələcək nəsillərin xoşbaxt yaşaması üçün. Bir mənalı olaraq. Mənim oğlumun 5-ci il dönümüdür. Mənim yanımda oldunuz, mənə təskinlik verdiniz. Mən də sizə çox sağ ol deyirəm. Deyim, mən Rüstəmdən çox şey danışa bilərəm. Amma ona nə vaxt bitməz, nə... Çünki Rüstəm çox ana istəyən olub, Rüstəm çox ailə istəyən olub. Siz onu bilirsiniz, Rüstəm, mənim balam orada şəhid olanda, burada mənim nəvəm dünyaya gəlibdir, böyük nəvəm. İlk nəvəni? Bəli.
Mən inanırsınız, mən ortalıqda qaldım. Orada şəhid yolu gözləyirəm. Burada nəvəm dünyaya gəlir. Mən ona həm ata olmuşam, həm qardaş olmuşam. Yəni 54 gün mən balamı axtarmışam. Bircə siz bilirsiniz, mən o Qarabağda bircə bax o yaralılarımızı da görürdüm. Hamısını görürdüm. Hər gün mən o yollarda bal axtarmışam. 54 gün bilirsiniz də nə deməkdir. Mən oğlumdan çox şey danışa bilərəm. Vallahi o qədər gözəl bala idi ki, vallahi nə deyim. Hələ də mən gözləyirəm ki, bəlkə qapını bir gün döyəcək, gələcək. Biz onların yanına gedəcəyik yana. Allah biz onlarla qovuşmağı qismət eləsin. Yerə o qədər əməlimiz düz olsun ki, biz cənnətdə onların yanına gedə bilək. Allah bize onu qismət eləsin. Bir şey də sizə deyim ki, bugün mənim nəvəm də, yəni oğlumun adını daşıyan balaca Rüstəmimiz var. Ham o nəvəni gətirək bir. Bu da gətir nənəsin yanına. Bu da sizin balaca Rüstəminiz. Can balaca. Ay maşallah. Allah saxlasın. Allah saxlasın. Bir xeyir dua ver ona. Babası. Xeyir dua ver bizim balaca Rüstəmimizə. Mən də Allahdan arzu eləyirəm, eləcə də mənim arzularıma qoşulan qazi qardaşlarımızın da adından Allah bunu yekə kişi eləsin. Dayısı kimi vətənpərvər, igid, qeyrətli olsun və dayısının adını yaşatsın. Allah yekə kişi eləsin. Anam, gün olsun onun toyuna gələk. İnşallah, inşallah. Bu evdə hər zaman xeyir iş olsun. Baxın sizə bir şey də deyim əziz tamaşaçılarımız. Şəhid evlərində bax bu bir stəkan çay içmək bilirsiniz nədir? Bu ələ düşməz, tapılmaz. Bəli. Allah sizə də qismət eləsin. Bax şəhid evlərində, ziyarətgahlarda belə özü də qazi qardaşlar verir ha o çayı. Buyur həkim. Mən sizin nəzərinizə çatdırım ki, ay analarım, ana heç fikir eləməyin. Allah onlar ruhu sağdır, onlar bizi görür. Allah ruhlarını şad eləsin. Sizdən o qədər razı Spesxana sizdən çox razı qaldıq ki, dəfələrlə siz bizləri, şəhid qardaşlarımızı işıqlandırırsınız. Çox sağ olun xanım, buyurun. Mən bir daha dəyərli tamaşaçılarımız, sizin hər birinizə arzu edirəm. Bax, ananın əlindən, şəhid anasının əlindən bircə stəkan bu çayı içmək sizin qismətiniz olsun. Yəni 5 ildir bizə qismətdir. İmran qardaşımla biz Azərbaycanın müxtəlif rayonlarında analarımızın bu çayından içmişik, dadmışıq. Allah sizə də qismət eləsin. Var olun, sağ olun, gözəl anam. Bugün bizi Rüstəmin qonaqları olaraq evində qəbul elədin. Rüstəmin qonaqları kimi bizi süfrənin başına topladın. Bizim Turalımızın, Musamızın anasını qonaq elədin. Hələ buradan əziz tamaşaçılarımız qalxıb gedəcəyik Turalın, Musanın ziyarətgahını ziyarət etməyə. Çox-çox təşəkkür edirəm. İnşallah növbəti dəfə balaca Rüstəmimizin xeyir işinə bizi çağırırsınız. Oldu anam. Allah sizdən razı olsun.